Allah subhanahu wa ta'ala hər bir şeyə qadirdir. Və kana Allah ala kulli şeyin muqtadira. El-mal vel-banun zinatul hayatid dunya. Vel-baqiyatus salihat xeyrun ində rabbika thavaban və xeyrun əmələ. Lakin Allah subhanahu wa ta'ala buyurur ki, var dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə el-baqiyatus salihat, əbədi qalan yaxşı əməllər isə Rəbbin yanında savab baxımından və həmçinin ümid baxımından daha üstündür, daha əfsəldir. El-baqiyatus salihat, yəni burada səbəb var, subhanallah, elhamdülillah, o bu zikirlərdir, qalıcı neylər? Qalıcı zikirlər, qalıcı yaxşı əməllər. Sonra isə deməli, dünya barəsində Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bir çox ayələr bizlərə çatdırır və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem dünya barəsində məşhur bir hədisində buyurur ki, Allaha and olsun ki, mən sizlər üçün kasıblıqdan qorxmuram. Lakin sizlər üçün qorxduğum şey dünyanın, yəni sizlərə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, vallahi mən sizlər üçün kasıblıqdan qorxmuram. Lakin sizlər üçün qorxduğum şey, yəni sizdən əvvəlkilərə dünya necə gəlmişdirsə, sizi də dünya o formada gəlsin və bunun üzərində rəqabət aparasınız, onlar rəqabət apardıqları kimi və onlar həlak olduqları kimi siz də həlak olasınız. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə bizlərə çatdırmaq istəyir ki, dünya sizi aldatmasın, doğrudan da sizdən öncəkiləri dünya aldatdı və dünya üzərində, dünya onlara geniş oldu və həmçinin bütün naz nemətlər onlara indi və bunun üzərində bir-birlərlə rəqabət apardılar, bir-birlərlə çəkişdilər və qorxuram ki, siz də onların çəkişdiyi kimi çəkişəsiniz və sonrası onların həlak olduğu kimi həlak olasınız. Və bu barədə hədislər və həmçində Allah subhanahu wa ta'ala ayələri çoxdur və çox xatırlamaq olar. Ümumiyyətlə, müəllif rahimehullah, həfizullah buyurur ki, ümumiyyətlə, insan dünya məsələsində iki şeyə baxsa, doğrudan dünyanın heç olduğunu düşünər. Dünyanın dəyərsiz bir şey olduğunu bilər. Birincisi ondan ibarətdir ki, insan baxsın ki, həqiqətən də dünyaya baxsın və görsün ki, doğrudan da dünya tez keçib gedəndir və fanidir və naqisdir və dünya ancaq ağrıdan, acıdan, kədərdən, üzüntüdən, əksənən bundan ibarətdir. Və həmçinin də ən çox hallarda insanlar görürsən ki, dünyaya hərislikləri artır, dünyaya həris olurlar. Dünya bundan ibarətdir. Lakin həmçində insan dünyaya baxsıb görər ki, dedi ki, dünya əksərən insan üzülür, sıxılır, insan bir şey əldə etmək istəyirsə, fikirləşir, düşünür ki, mən filan şey necə əldə edəcəyəm. Və sonra isə onu əldə etdikdən sonra qorxur ki, bu şey mənim əlimdən çıxar. Və sonra isə həmən o neymət əlimdən çıxandan sonra yenə görürsən ki, buna qarşı kədərlənir, üzülür, sıxılır. Bu da təbii ki, dünyanın misalıdır. Və hər bir üç halda da insan nədir? İnsan üç halda da qəlbi sıxıntı içərisində və həmçində insanın görsən qəlbi daralır. Necə əldə edeyim və necə qoruyum, saxlayım və əldən çıxandan sonra yenə insan görsən, yenə çıxdığı şeyə görə heyfslənir. Sonra isə və ikinci isə insan baxmalıdır dünya və axirət həyatına. Və bilməlidir ki, həqiqətən axirət həyatı labüddür, gəlməyə labüddür. Lakin bu dünya isə qalıcı deyil. Qalıcı dünya isə axirətdir. Və həqiqətən də bütün xeyirlər və bütün sevincli, nə kimi şeylər varsa, hamısı o dünyadadır, hamısı cənnətdədir. Lakin bu dünya isə nədir? Bu dünya isə bir körpüdür, insan bu körpüdən keçir, lakin axirət diyarı isə nədir? Qərar diyarıdır. Axirət diyarı əbədiyyət diyarıdır. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, həqiqətən də axirət daha xeyirli və daha qalıcıdır. Axirətin xeyirli olmağı, yəni orada bütün xeyirlər kamil
və daimidir və orada heç bir naqislik və tükənməyən heç bir şey yoxdur. Hər bir şey orada kamildir və hər bir şey orada tam bir formadadır. Ona görə insan əgər bu iki şey düşünsə və iki şey fikirləşsə, birincisi dedik ki, dünyanın fani olması və tez başa çatması və həmçinin ikincisi isə insanın axirətə baxması, axirətə fikirləşməsi ki, həqiqətən axirət daha qalıcıdır, bu dünya isə müvəqqətidir və bu dünya bir körpüdür, qərar diyarı deyil. Və ona görə insan bunları fikirləşməlidir və ümumiyyətlə bilməlidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyanı öz kürəklərinin arxasına atmışdılar. Lakin bununla birlikdə həqiqətən onlar baxsaq, görərik ki, və Allah subhanahu wa ta'ala dünyanı onlara həqiqətən onlara verərdi və istədiyi formada. Lakin onların əsas qayəsi, əsas məqsədi, əsas istəyi nə idi? Axirət həyatı idi. Daha qalıcı diyar idi. Və onlar qəlblərini bu dünya həyatına çox bağlamırlar. Təbii ki, insan bu dünyadan öz nəslini, öz payını götürməlidir. Ailəsi, uşağı, övladları və s. və axır. Amma həmçinin insan çalışmalıdır ki, bu dünya həyatı insanı axirətdən alıqoymasın, insanı axirətdən qafil qoymasın. Və Peyğəmbər sallallahu aleyhi ve sellem, onun sahabələri, əgər onlar dünyanı istəsəydilər, Allah subhanahu wa ta'ala onlara o dünyanı verərdi. Və doğrudan da onlar istədiyi bütün nemətləri əldə edərdilər. Çünki onlar üçün hər bir şey açıq idi. Hər bir şey onlar üçün qabaqlarında idi. Lakin onlar bununla birlikdə nə edədilər? Lakin Allah subhanahu wa ta'alanın Allaha itayəti və Allaha ibadəti daha üstün seçdilər və daha önə çəkdilər və bildilər ki, həqiqətində dedik ki, bu dünya, bildilər ki, bu dünya həqiqətində bir körpüdür və bu dünya əbədiyyət diyarı deyil və əsas əbədiyyət diyarı sənə haradır? Axirətdir təbii ki. Sonuncu isə insanın imana təsir edən xarici səbəblərdən pis dostlar, Qurana su və həqiqətən də pis dostlar insanın imanına böyük təsir edir. İnsanın əxlaqına, insanın yoluna, insanın imanına, onlarla oturub durmaq, onlara qaynayıb qarışmaq, insanın imanının zəifləməsi üçün və insanın imanının aşağı düşməsi üçün ən böyük səbəblərdən biridir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə əmr edib ki, kişi dostunun dini üzərindədir və sizdən biriniz baxsın, kiminlə dostluq edir. İbn Abdülbər Rahimullah Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisində buyurur ki, bu hədisin mənası odur ki, Allahu aləm, kişi çalışır ki, özünə uyğun olan bir insana alışır daima. Və həmçinin də görürsən ki, insan ona görə də çalışmalıdır ki, daima oturub durduğu insanlara, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurduğu kimi, oturub durduğu insana diqqət eləməlidir. Əgər onda bir xeyir görərsə, həqiqətən onunla oturub durmağı onun üçün doğrudan da xeyirlidir. Əgər onda şər varsa, insan çalışmalı ki, həmən insandan uzaq dursun. Ona görə də məşhur bir beytdə buyurulur ki, sən deyir, şəxsin özü barəsində soruşma, sən onun kimlərlə oturub durduğunu soruş. Həqiqətən insan kiminlə oturub durursa, o ona nə edir? Təsir edir. O ona təsir edir. Ona görə də insan oturub durduqlarına diqqət eləməlidir və doğrudan da belədir. İnsan kiminlə oturub durursa, ona doğrudan da təsir edir və həmçinin də sələflər, məşhur deyimlərinə buyurduğu kimi, insanın bizdən
Yəni, hər bir şey gizli qala bilər, lakin onun kimlə oturub durduğu isə bizə gizli qala bilməz. Bizə gizli qala bilməz. Ona görə də, yəni, həmçində, yəni, başqa bir beytdə qorulur ki, yəni, sənə bir insan gizli qala bilər, lakin o sənə əgər gizli qalsa, o zaman onun kiminlə oturub durduğuna bax. O zaman onun kiminlə oturub durduğuna bax, onda həmən insan sənə nə olacaq? Agah olacaq. Bu doğrudan da belədir. Və insan doğrudan da yəni, əxlaqsızla oturub duranda onun əxlaqına təsir eləyir. Görürsən ki, o da ona oxşayır. Bidətçinlə oturub duranda görürsən ki, o da bidətçi olur, o da onun tayı olur. Hava əhlindən oturub duranda o da həmən hava əhlindən olur. Lakin insan elm əhlindən oturub duranda görürsən ki, onlara qaynayıb qarşında ondan elmdən bir pay olur. Zahidlə, abidlə oturub duranda görürsən ki, onda da ibadətlərində yəni bir dəyişiklik olur və ibadətlərində artım olur. Lakin əksi isə nədir? İnsan görürsən ki, beləliklə həlak olur. Ona görə də, yəni, Süfyan İbn Uyeyni rahimehullah buyurur ki, baxın, Firon olan kim idi? Haman idi. Hamısı bir-birinə təsir edirdi və həmçində Həccac ilə birlikdə olan Yezid İbn Əbi Muslim idi. Bunlar hamısı bir-birinə idi, təsir edirdilər. İnsan oturub durduqlarına və xüsusən də bu zamanda yəni Əhl-i-Sünnə və Sələfin mənhəci üzərində olan insanlarla oturub durmalıdır və onlara qaynayıb qarışmalıdır ki, hətta yəni onların yolundan o da təsirlənsin və onun imanını artsın ondan oturub duranda. Əksinə, insan bidət əhlindən oturub duranda onun imanını zəifləyər, insan axirətini bərbad etmiş olur və həmçinin bu dünya həyatını bərbad etmiş olur və həmçinin də dedik ki, Allah qorusun sonunda həmən insan onun tayı ola bilər və insan bu şeylərə diqqət etməlidir. Və ona görə də sələflər daima yəni həmişə soruşardılar. İnsanın gəzib oturub durduğu kimdir və həmçində kimlərin yanına gedir və kimlərin yanından gəlir və insanlarla müamiləsi necədir? Həmçində Süfyan rahimehullah, Süfyan buyurur ki, rahimehullah, həqiqətən də insan üçün yəni ən təhlükəli şey nədir? Yəni kiminlə gəldi oturub durmasıdır. Yəni insan baxmır kiminlə oturub və kiminlə durur. Qatad rahimehullah buyurur ki, vallahi deyir, biz həqiqətən gördük ki, insan kiminlə oturub durursa, kiminlə dostluq edirsə, o elə onun mislində və onun şəklində, onun formasında olur. Lakin siz deyir, salihlər ilə və Allahın qullarından olan salihlərlə oturub durun, ola bilsin ki, siz də onlarla birlikdə yaxud da onların mislində olasınız. Fudayl İbn İyad rahimehullah buyurur ki, yəni möminə yaraşmaz ki, o hər kimlə gəldi oturub dursun. Ona görə məsələ ciddi məsələdir. İnsan baxmalıdır, oturub durduğu insanlara, ünsiyyətdə olduğu insanlara, ətrafında olan insanlara fikir verməlidir.